Əgər uşaq danışmırsa, nitqi açılmayıbsa, onda autizm sindromu vardır. Bu qorxu əsasən övladı danışa bilməyən və nitqi açılmayan valideynlərdə olur. Ətraflarının, yaxınlarının, dostlarının dediyi fikirlərə əsasən belə bir qorxu onlarda yaranır və müayinə üçün müraciət etdiklərində də ilk olaraq bu sualı verirlər ki, mənim övladımda autizm sindromu vardır. Ümumiyyətlə, autizm sindromu diaqnozunu qoymaq üçün ən azı 5-6 simptomun olması lazımdır və autizm sindromunu normal nitq ləngiməsi, psixi inkişaf ləngiməsi olan uşaqlardan fərqləndirən xüsusiyyətlər vardır ki, onları bilməyiniz vacibdir. Ümumiyyətlə, autizm sindromunu nitq ləngiməsinə necə fərqləndirmək olar? İlk olaraq onu qeyd edim ki, autizm sindromlu uşaqlarda stereotip davranışlardan biri də onlarda nitqin ləngiməsidir. Və demək olar ki, autizm sindromlu uşaqların hamısında nitq ləngiməsi varkən, ancaq nitq ləngiməsi olan uşaqlarda autizm sindromunun əlamətləri olmur. Və autizm sindromundan fərqli olaraq nitq ləngiməsi olan uşaqlarda jest və mimikalardan istifadə edirlər. Ola bilər ki, uşaq danışa bilməsin, ancaq hərəkətləri ilə nə demək istədiyini öz valideyninə izah edir. Bundan əlavə, autizm sindromundan fərqli olaraq nitq ləngiməsi olan uşaqlar gec danışsalar da belə, onlarda exlaliyalı danışıq olmur. Yəni ki, deyiləni təkrarlamırlar və yaxud da ki, əvəzlikləri qarışdırmırlar. Məsələn, əgər uşağın adı Əlidirsə, Əli yemək istəyir və yaxud da ki, o acıb demirlər. Təbii ki, mən yemək istəyirəm şəklində valideynlərinə öz fikirlərini bildirirlər. Və onu da qeyd edim ki, autizm sindromlu uşaqların danışıqları monoton olur və jest və mimikalardan danışarkən istifadə etmirlər, göz təması qurmurlar. Amma belə bir problem isə nitq ləngiməsi, psixi inkişaf ləngiməsi olan uşaqlarda olmur.